birdən zehnində nə vaxtsa niyə sualı yaranır. O sual yarandığı andan etibarən yaşamağa başlayırsan. O ana qədər olan yaşama fəlsəfi imtahan. O sualın nə zaman yaranacağını bilmirik. Çünki biz doğuruq, bir ata-ananın istehsalı olaraq doğuruq. İstəmədiyimiz bir atadan, istəmədiyimizi bilmirik. Seçmədiyimiz bir ata-anadan doğuruq. Məsələn, Heidegger burada fırlatılmışlıq sözünü deyir də türkcə. Nə deyək buna? Atılmışlıq. Fırlatılmışlıq daha doğrudur. Yəni elə belə tutub fırladıblar da. Yəni sən orada heç kimsən, sən orada seçmirsən heç nə. O ailədə böyüyürük. Uşağın belə bir seçimi falan yoxdur. Belə bir imkanı da yox. Dinini seçmir. Deyək ki, 3 yaşında, 4 yaşında dini bir tərbiyə başlanıla bilər. Və yaxud da 7 məktəbi seçimi versə, bir yerdən sonra o sual yüksəlir ki, niyə? O sual yüksəldikdən sonra bütün cavablarımız mövcuddur. Bu sual 30 yaşında da yüksələ bilər. 60 yaşında hələ də yüksəlməyə bilər. Yəni bir sual soruşulmamış ola bilər. Əslində müşahidəmə əsasən uşaqlar həyata niyə ilə başlayır? Şuurlu niyədən bəhs edirik. Okey. Şuurlu niyə nəyi tələb eləyir? Yenə burada maraqlı bir sualların çox maraqlı yerlərə çəkir zehnimi. Bir Almaniyanın Xarici İşlər Naziri idi deyəsən, adını xatırlamadım. Deyir ki, düşünmək qarşılaşdırmaqdır. Yəni qarşılaşdıra bilirsənsə əgər düşünmürsən artıq. Uşaqları niyə sualı qarşılaşdırma tələb eləmir? Əslində ictimaiyyətdə də yetişkin insanların da bir-birinə verdiyi bəzi suallar var. Niyə? Əslində niyə sualı deyil. Əslində mən bunu qəbul eləmirəm, başqa şəkildir. Niyə sualı o zaman verilər ki, bu belə olur, bu da belə olur, bu da belə olur. Niyə bunu belə eləyirik? Yəni seçimi sorğulamalıdır niyə sualı. Əgər mənalıdırsa və yaxud da bir məqsədə yönəlmək lazımdırsa. Bu cəhətdən hani niyə sualını uşağın verməsi ilə yetişkin verməsi arasında fərq var. Uşaq hər şeydən əvvəl mücərrəd düşüncəsi hələ formalaşmayıb. Hələ onun dünyasında hər şey realdır. Deyir ki, ay niyə bu qədər böyükdür? Uşaqların sualları çox realdır. Yetişkinlər buna cavabı yoxdur. Çünki yetişkinlər mücərrəd düşünməyə başlamış insanlardır. Olduğu kimi görmür. Aformut edərək başa düşür hər şey. O cəhətdə məsələn bizim terapiyalarda da çox sıx məşğul olduğumuz şey bu sözü çox sevirəm. Aformut elənmiş olanın orijinalına qayıdırıq ki, sən nəyi bizə bu şəkildə təqdim edirsən? Məsələn, gəlib mən nəsə şikayət edir ki, bu belə oldu, bu belə oldu. Bir şey deyirsən, amma dediyin şeyin əsli nə idi ki, sən bunu çevirdin, bu hala gətirdin. Uşaqlarda belə deyil. Uşaq deyir ki, bu nədir? Bu niyə belədir? Yəni, məqsəd yoxdur ortada. Sadəcə bilmədiyini öyrənməyə çalışır. Bilmədiyini öyrənməklə bildikləri arasında seçim eləyib, onun mexanizmini anlamaq böyük fərqlilik. Əslində orada belə bir nüansa toxunmaq istəyirdim ki, məsəl üçün uşaqlar ən çox niyə sualı ilə belə deyək, həyata başlayan varlıqlardır və bir çox hallarda belə deyək də şuursuz valideyn olmağı seçən ailələrdə bu niyələr bastırılır. Və zamanla bu təbiidir bu arada. Uşağın niyə suallarını bastırmağı ən təbii hadisədir. Başqa cürə mücərrəd düşüncəmiz inkişaf edə bilməz. Bu niyə suallarının bastırılması, əşi get başımdan, çox sual verirsən kimi. Çünki bütün suallara cavab verə bilmərik. O uşağın orada niyəsinin bastırılması, o uşağın harada dayanması gərəkdiyini də bir miqdar öyrənir. Çox maraqlı yanaşmadır. Çünki mən elə düşünürdüm ki, o bütün o niyələrə cavab vermək lazımdır. Bəzi şeylərin cavabını yetişkin də bilmir, elm də tapmayıb. Çünki bəzi suallar